Hörmətli izləyicilər, sabahınız xeyirli olsun. Yanvar ayının 6-sında Ordubad rayonunun Divişənd ərazisindən görüntülərimiz. Kanalımızın daim izləyiciləri bilirlər ki, Divişəndindən Nəsirva istiqamətinə hərəkət edirəm. Hələ Əhməd dərəsi olduğunu da bilənlər olacaq. Yol çox çətindir, hava soyuqdur. -5 dərəcə. Yol kürənməyib, əsas yol deyil bura. Ola bilsin ki, o bir yol kürənə bilər. Bəlkə də mənə inat bura. Atval salmayıblar, olsun. Birincisi mən getmişdim, yolu tapdamışam. Məndən sonra neçə maşında gəlib. Çox gözəl vəziyyətdədir. Yavaş-yavaş gedirəm, qar çox sürüşkəndir. Kənddən çıxanda Qaradaşda yoxsa biraz sürüşdü ora-bura. Sürüşməyəndə də, adrenalin yaşamayəndə da mənim xoşuma gəlmir. Digər telefonum cibimdə, əgər maşına bir başına iş gəlsə, mən də içində çıxa bilməsəm, zəng eləyib məlumat üçün cibimdə saxlayıram ki, maşının içinə qoysam, düşər tapa bilmərəm. Dilimdə azuqam var. 4-5 saat dözə bilərəm. O yeminən suyum, hər şeyim var. Özüm tək düşmüşəm yollara. Maşın bir neçə dəfə elə vəziyyətdən qayıtdı ki, bu maşına hörmətim 1000 idi, 1 milyona qalxdı. Düz gedib yolun kənarından qayıtdı, gəldi yola. Qarşıda bir dənə də çətin yer var, saldaşdı. Oranı da keçə bilsəm, daha mənə ölüm yoxdur. Sabir pay piyada düşürəm yollara demişdi, mən də maşından düşürəm yollara. Qoş görürəm, çaqqal görürəm, qorxmuram. Harada düşüncəsiz insan var, görürəm, qorxuram. Maşın aşından sonra həmin texnikanı sürüb gətirəcəklər ki, maşını da artıq yolun qırağından çıxacaq. Bu ona bənzəyir ki, insan acından ölür. Bir neçə mal kəsib ona ehsan verirlər. Bax, maşın gedir yolun kənarına, o da mənim səhlənkarlığım ondur. Çünki bir əldən ancaq bu qədər maşın sürə bilərəm. Qarşıda saldaş var. Havuz eləyib, oranı keçəcəm. Video paylaşılsa, baxmış olsanız, bilin ki, yaşayıram. Qar çox deyil, ancaq daşdır. Deyirəm, bəlkə sürüşər. Heç ondan da qorxmayacam, elə sürüb gedəcəm. Dartış da çıxdı. Bir dənə belə maşın 1000 dənə axmaq adama dəyər. Mənim yolumu çətinləşdirib sonra məni görəndə şırlıbıl eləyənlər yaşayırlarsa mənə elə hörmət lazım deyil. İstəyir üstümə qoşun göndərsinlər, Kərbala İsmail deyir. Üfüqdə parıltı var. Səhər-səhər buludlar da çəhra rəngə bürünüb. İlanlığın zirvəsi günəşdən nur alıb. Kuzey tərəflər hələ bir saatdan sonra işıqlanacaq. Hava da buludludur.
Gecə cin ayaz olub. Gecə yarı çıxdım, baxdım. Hava ulduzluydu. Səhərə yaxın biraz bulud daşıb. Bu soyuğuna yəqin ki qar yağmaz. Ancaq yetərin qədər yağıb. Hələ bir həftə pauz eləsin, görək neyinirik. Video çəkəndə saatlarla telefonu tuturdum, qolum ağrımırdı. Paltar sıxır qolumu, nədirsə qolum möhkəm ağrımağa başladı. Ancaq bu yolun sonuna qədər də çəkmək istəyirəm. Görək əsas yol təmizlənib mi, onu sizə də göstərmək istəyirəm. Kələ götürürük maşın ləngəri, A56-nın stabilizasiyası tənzimləyir. Sonra baxıram, videomuz çox sabit görsənir. Əslində hər saniyə 3 dəfə tullanıb düşürmür. Yol buradan o tərəfə də təmizlənmir. Sağ olun, aidiyyatı olan qurumlar, yol idarəsi təşəkkür edirik ki, insan həyatı bizim ölkədə bu qədər önəmlidir. Yəqin ki, texnikanın da başına bir iş gəlib. Yoxsa gəlib yolu təmizləyərlər. Nuh əyyamından qalan bir DT-75 var. At yoluna da sürürlər, eşək yoluna da sürürlər. Nə bir detal verirlər, nə təmirinə köməklik göstərirlər. Dayandım Kollunun yanında, bu görüntüləri alıram. Maşından çölə çıxmıram, vaxtım da yoxdur. Hava da çox soyuqdur. Yetərin qədər gözəl görüntü var videomuzda. İnternetin bu qıt vədəsi 8 dəqiqədən yuxarıdır. Bəşir müəllimin canı sağ olsun. Bugün də ondan istifadə edəcəyik. Sabah paketimiz dəyişəcək, yenilənəcək. Sağ olun. Növbəti videolarda görüşərik. Videomuza baxıb bizim halımıza acıyanlar varsa, heç olmasa bir texnika göndərib bu yolların qarın kürətdirsinlər, kürəsinlər. Amma mənim kimi təcrübəli sürücü deyil, hamının maşını da Niva deyil. Yolda qalanlar çox olur. Salamat qalın.